Deməli, bugünkü video izahımız xanlıqlar dövründə ictimai, iqtisadi və mədəni həyat mövzusu olacaq. Gəlin başlayaq video izahımıza. Deməli, xanlıqlar dövründə inzibati ərazisi bölgüsü bölünürdü. Xanlıqlar mahallara, mahallar kəndlərə bölünürdü. Xanlıqlar dövründə sosial qruplar hansılar idi ki, birinci yerdə feodal təbəqə gəlirdi ki, feodal təbəqəyə daxil idi xan, sultan, məlik, elbəy, bəy, ruhanilər. Kəndlilər qrupuna daxil idi rəiyyət, rəncbər, elat. Üçüncü qrupda isə sənətkar və tacirlər idi. Bilir ki, dövlətin, yəni xanlığın da başında xan dururdu və xan bütün hakimiyyət ona məxsus idi. Qanunverici icra məhkəmə səlahiyyətlərini icra edirdi. Vəzir xanın yaxın köməkçisi idi. Naib isə mahalları idarə edirdi. Yüzbaşı kətxudar kəndləri idarə edirdi. Muaflar isə asayişin qoruyucusu idi və deməli muaflar xan kəndləri itaətdə saxlamaq məqsədi ilə yaratmışdı və muaflar vergi və rüsumlardan azad idi. Kələntər, Qalabəy isə şəhərləri idarə edirdi. Darğa isə polis vəzifəsini icra edirdi. Kəndli təbəqəsi deməli, bildiyimiz kimi rəiyyət, rəncbər və elata bölünürdü ki, rəiyyət divan, mülk, vəqf torpaqlarında yaşayırdı, feodala, dövlətə vergi ödəyirdi. Rəncbər isə torpağı, əmək alətləri yox idi və feodalın, xanın mülkündə işləyirdi, 3/2 vergi ödəyirdi. Elat isə maldarlıqla məşğul olurdular ki, köçmə həyat sürən kəndlilər idi. Xan qoşununun əsas hissəsini təşkil edirdilər. Torpaq mülkiyyət formaları əvvəlki dövrlərdə olan bildiyimiz mülkdür, tiyuldur, vəqfdir, icma torpaqları var idi. Ancaq yeni yaranan torpaq mülkiyyət forması isə xan idi ki, yəni xan ailəsinə məxsus idi, dövlətə və xan ailəsinə məxsus olan torpaqlar idi. Tiyul isə tədricən irsi xarakter daşımağa başlamışdı xanlıqlar dövründə. Bilirik ki, Tiyul şərti torpaq idi, ancaq xanlıqlar dövründə tədricən irsi səciyyəyə daşımağa başlamışdı. Vergilər mal cəhət 1/3 ilə 1/10 arası dəyişirdi. Məhsulun yəni 1/3 ilə 1/10 arasında dəyişirdi. Əsas vergi növü idi mal cəhət. Çöpbaşı isə otlaqlardan istifadəyə görə alınırdı. Bağbaşı isə bağbanlardan toplanan məhsulun 1/10 vergisi idi. Darğalıq vergi yığan məmurun xeyrinə alınırdı. Bayramlıq rəiyyətin feodala hədiyyə gətirməsi idi. Mirzəyanə və Kələntərlik isə xan dəftərxanasının inzibati idarəetmənin xərclərini ödəmək üçün alınırdı. Bu dövrdə iki mükəlləfiyyət var idi ki, biyar və əvrəz idi. Biyar deməli kəndlinin haqqı ödənilmədən gördüyü işlər idi ki, ildə 3 gündən 6 günədək idi. Əvrəz isə ildə 2 gün olunurdu ki, yəni bu dövrdə kəndin bütün əhalisi yəni körpü tikməyə, feodalın evində işləməyə gedirdi. 2 yeni şəhər salınmışdı ki, bu dövrdə Yeni Şamaxı, yəni Ağsu, Şuşa, Pənahabad qalası idi. Daha sonra sənətkarlıqdan danışdıqda isə bu dövrdə kəlağayı, yəni ipək sapdan toxunan qadın örpəyi idi. Güləbətin isə qızılı gümüşü saplardan toxunurdu. Təkəllüzün vətəni Şəki idi. Bir də taxta ilə rəngli şüşənin birləşməsindən yaranan şəbəkə sənəti var idi ki, buna biz Şəki Xan Sarayında misal göstərə bilərik. Memarlıqdan danışdıqda isə Şəkidə Şəki Xan Sarayı idi ki, 1763-cü ildə Usta Abbas Qulu Xan tərəfindən inşa edilmişdi. 2019-cu ildə isə UNESCO-nun Ümumdünya İrsi siyahısına daxil edilmişdi. Şəkidə başqa karvansara var idi. Şuşada Pənahəli xanın məscidi və kitabxanası var idi. Qarabağda Bayat, Şahbulaq, Şuşa, Əsqəran qalaları var idi. Bakıda İçəri şəhər yaxınlığında Şamaxı darvazası yaxınlığında saray kompleksi yerləşirdi. Naxçıvanda Xan Sarayı var idi. 1764-cü ildə isə Hüseynalı xan tərəfindən İrəvanda Sərdar Sarayı və Göy məscid inşa edilmişdi ki, bu Sərdar Sarayını Usta Mirzə Cəfər inşa etmişdi. Göy məscid isə 1988-ci ildə ermənilər tərəfindən tamamilə yandırılmışdı. 1791-ci ildə isə İrəvanda Hüseynqulu xanın deməli oğlu Məhəmməd Hüseyn xan
sarayı Sərdar sarayının güzgülü salınıb və yay imarətini inşa edilmişdi. Deməli belə mövzumuzla bağlı əsas vacib məqamlar qeyd etdim.